Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyev növbəti səyyar görüş keçirib. Fevralın 11-də Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyev Zığ qəsəbəsində yerləşən 317 nömrəli tam orta ümumi təhsil məktəbində sakinlərlə səyyar görüş keçirib. Səyyar görüşdə rayon icra hakimiyyətinin müavinləri və sektor müdürləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər. Rayon icra hakimiyyətinin başçısı çıxış edərək Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında ölkədə həyata keçirilən geniş miqyaslı sosial-iqtisadi islahatlardan əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən tədbirlərdən bəhs edib. Rayon ərazisində aparılan abadlıq, quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri, sosial problemlərin həlli istiqamətində görülən işlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verilib. Səyyar görüşdə məhəllə daxili yollarda asfalt örtüyünün salınması, elektrik təchizatında yaranmış problemlərə dair və sair qaldırılan müraciətlərin araşdırılaraq həlli istiqamətində lazımi tədbirlərin görülməsi ilə bağlı rayon icra hakimiyyətinin başçısı Adil Əliyev tərəfindən aidiyyatı üzrə idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib və məsələlər nəzarətə götürülüb.